Çox verilən suallardan məchul növ necə seçilir? İlk öncə biz variantlarda to be plus participle to axtarmalıyıq. To be nədir? İndiki zamanda am is. Keçmişdə was were, gələcəkdə shall be, will be. Bitmiş zamanda istifadə edirik have been, has been-dən, had been-dən. Bunlar plus participle to. Bəs participle to nədir? Participle to, yəni qaydalı feillərə idi artırmaqla düzəlir, qaydasız feillərdə isə cədvəldə olan üçüncü formadır. Bunlardan istifadə etməliyik. Bunlar yoxdursa cümlə passive voice-da ola bilməz. The coach was granted by committee cümləsində was to be-dir, granted isə participle to-dur. Deməli, bu məchul növ olar. Ancaq the granted coach was the winner cümləsini biz məchul növ kimi götürə bilmərik. Niyə? Çünki was, bəli, to be-dir, lakin the winner qalib deməkdir, isimdir. Participle to deyil. Deməli, bu cümlə passive voice hesab olunmur. Daha sonra, there is, there are, is deyə bunların hətta sual forması belə cümlənin əvvəlində gələrsə, bunlar məchul növ hesab olunmur. Daha sonra, əgər cümlə sifət ilə bitərsə, bu cümlə məchul növ hesab olunmur. Was the news brought yesterday good? Görürsünüz, cümlənin sonunda sifət gəlib. Deməli, bu məchul növ hesab olunmaz. Cümlə müstəqil yəlik əvəzlikləri ilə, müstəqil formada olan yəlik əvəzlikləri ilə bitərsə, bu cümlədə passive voice hesab olunmur, active voice-dur. Yəni, məlum növdür. Müstəqil forma yəlik əvəzlikləri hansılardır? Özündən sonra isim tələb etməyən əvəzliklər. Yəni, mine, yours, his, hers, its, ours, yours, theirs sözləri müstəqil forma yəlik əvəzliklərdir və bunlar cümlənin sonunda gələrsə, həmin cümlə yəlik halda hesab, daha doğrusu məchul növdə hesab olunmur.